Bugünkü dərsimiz insertdən piksə, şəkil gətirmək. Bunlar olacaq. Şəkli necə gətirirəm? Piksənin üzərinə sıxıram, yəni düyməni basıram, açılır mənim papkalarım. Burada indi siz baxacaqsınız da, hara yerləşdirmisiniz şəkli? Hansı papkadadır? Ya onun adını əvvəlcədən biləcəksiniz və ümumiyyətlə ki, save piksədə yerləşir. Vurdum, hər hansı bir şəkli məsələn gətirdim. Bunu vurdum, inserti vurdum, gəldi. Və avtomatik burada şəklin öz format tabı açılır. Əlavə tabıdır. Bayaqdan insert dəydik. Insertdən şəkli əlavə elədim və format tabı avtomatik açıldı. Gəlin bir dənə də şəkil əlavə edeyim. Yenə girdim insertə. Piksəni vurdum. Buradan indi hər hansı şəkil seçirəm. Məsələn, belə bir şəkil seçək ki, gülü çəkib götürə bilim onu. Baxın, belə bir şəkil, o bir şəkil artıq aşağıya düşməlidir və yaxud da bunun arxasında qaldı, itmir o birisi şəkildə. Və birinci gəlir remove background. Arxa fonu sil deməkdir bu. Üzərindən vuranda background remove bu şəkildə açılır və baxın, əgər əlim bənövşəyi görünən yerlər varsa, bu artıq görünmür, silinib, arxada qalacaq. Bu cürlə açıq rəngdə olanlar görünür deməkdir. Məsələn, mən bunu götürürəm, buradan yaşıl qələmi götürdüm, gəldim bu şəklin üstünə. Bu yarpaq istəyirəm görünsün, bax bu hissədə. Bunun yarpağın kənarlarını çəkirəm qələmdən, cizirəm deyim. Bu şəkildə. Və yaxud da buradakı bir yarpağı görmək istəyirəmsə açılsın. Bu şəkildə vuranda artıq burada çox açıldı. Çox açılan yeri də gizlətmək üçün yenidən bax bu qırmızı qələmi götürürəm. Yəni kresoram da oranı istəmirəm, görünməsin. Və yaxud da buradan bu bənövşəyə var şəklinin özünün də. Onu da istəmirəm. Bu bənövşəyini də istəmirəm. Bunu vuranda artıq yarpaq da gedəcək. Bu şəkildə istəmədiyim yerləri poza bilirəm. İstədiklərimi də məsələn aça bilirəm ki, buradan bu açılsın. Və yaxud da yenidən vurub bunları aça bilirəm. Bax, bu bizim işimizə yarayır ki, hər hansı bir şəkili burada format edək də. Amma ən rahatı digər proqramlar var. İndi Word-də işləyiriksə, bu lazımsa biz bundan istifadə edəcəyik, amma başqa proqramlarda da bu cürlə şəkli çıxartmaq olur. Yəni arxa fonu təmizləmək olur. Bu artıq bu şəkildə təmizləndi, amma bu məsəl üçün geniş qalıb da hələ də şəkil. Buradan crop əmri var. Bunu vururam. Şəkli bu formada, yəni kəsilən yerlərdə ümumiyyətlə kəsib atıram. Bu formada, yəni şəkli format eləmək olur.